Bax, Samir Abbasovun əlinə o cür neft heyəti vermişdim özünə. Sırağa gündə açıqlama verib bu arada. Vallahi o adam indi söhbət ora gəlmişəm ona. Tam o nə açıqlamadı CBC-yə verirsən də bu heyətimə. Qardaş sən qurdun qurmağını. Gətirdin Sən də nə qurmadın, olsun? daha doğrusu Oynatmadın. Sən demişsən qarpız vuranlar gətirdi. Bəli, bəli. Avropadan. Gətirdilər. Oynadan mirdin axı. Nə futbol oynayırlar, nə bir şey. Şeydir, həmişə deyirəm, Falaya Sako hücumun sağındadır, müdafiədən hücuma qoşulub, eyni vaxtda Sek də solda irəli qoşulmalı ki, açılan krosslardan geri qayıdan topları götürsün və ya Falaya Sako sürətlə qaldırar, sol cinahda onu götürsün də belə deyək, mərkəzdə oyunçulara çatmasa və üstündən keçsə. Falaya Sako müdafiənin solundadır, heç irəli də getmir. Belə bir ki, Neftçi Allah xatiri o kənd yerində Allaha pənah oynayır. Allaha pənah oynayır. Samir Abbasov nə Futbol tanrısından yardım gözləyir. Bəli. Yəni nə bir sistem var idi, oyunçular nə oynadığını bilmirdilər. İstəyir sən indi durub nə var ki, hazır deyirsən ki, hə mən qurmuşam. Samir Abbasov qurban olum. Ya Vernidub gələndən sonra biz komandada axı dəyişikliklər hiss eləyirik. Vernidub gələndən sonra elə bil hərbi sistemlə gəldi. Adam müharibədən durdu, çıxdı, gəldi bura, polkovnik adamdır. Dəqiqədən artıq futbol oynaya bilmirdi Samirin dövründə. Yəni Sən komandanın fiziki hazır və sənin necə məşq keçdiklərindən də çox insan xəbər olmasa, bizim də xəbərimiz var. Mən çox pis olmuşdum ki, Sumqayıtdan gəldiyinə. Təlim məşq toplanışını da özü elə yerdə keçdin ki, Polşada. Yəni Yayın o cür hazırında, Polşa kimi sərin bir diyarda orada. Yəni hər cür şərait də yaradılmışdı. Sən orada bir ay ərzində taktiki anlayış yox, sıfır. Fiziki hazırlıq Dəyişiklik yox. sıfır. Sistem yox. Oyunçular nə oynadığını bilmir. Yaxşı Samir Abbasov, nə etməsə sən durub indi hələ Neftçinin Vernidub gələndən sonra Neftçi 11 oyuna 7 qələbə, 3 keçə 1 məğlubiyyəti var və durursan ki, bu Neftçi mənim komandamdır. Xeyr, sənin komandan deyil. Sən komandan olsaydı sənə verilən o müddətdə nəsə. Sənin komandan olsaydı, sən qalsaydın bir Neftçi bəlkə də sondan 2-ci yerdə idi, 3-cü yerdə idi. Yəni Gol vura bilmirdi ki. mən düşündüyüm Bir dəfə Abubakar xilas elədi, bir dəfə, iki dəfə, ondan sonra ta getdi. Samir Abbasov Sumqayıtda qalmalı idi. İndi bilirsiniz o bir məsəl var, əli aşından da olmusan, vəli aşından da olmusan. İndi qalmısan aşsız. Yox, bir də şey var ki, Neftçi onu çağırmışdı, ona imtina da eləyə bilmirdi də Neftçiyə. O şey də var. Bəzən lazımdır. Bəzən lazım. Abdullah Avcı gəlməli idi, gəlmədi. Çünki o Abdullah Avcı gəlməli idi, Avcı gəlməli idi həmin dövrdə. Həmin söhbətdə indiyə qədər üzümə vururlar o söhbəti.